Və bunu da əslində əvvəllər mən o videosuna baxanda elə bilirdim ki, onu təzyiq elədi. Bir dəfə cappuccino deyir və yaxud da digər şeylər deyir. Amma sonradan məlum oldu ki, yəni onun bir neçə müsahibəsinə baxdım və məlum oldu ki, adam ingilis dilində ümumiyyətlə danışa bilmir. Belə hərəkətlər eləməyi, kameranın qabağında burger hərəkətləri və yaxud da steyki müxtəlif əl hərəkətləri ilə şapalaqlamağı, səhv etmirəmsə bu il Çempionlar Liqasının final oyunundan sonra, Inter PSG oyunundan sonra bu dəfə də belə bir videosu yayılır ki, o da getdi. Hər birinizi salamlayıram kanalımda. Bu kanalın əslində məqsədi sizlə dostyana bir söhbətlər eləməkdir. Bugünkü mövzu hamının tanıdığı Nüsrət haqqındadır. Yəqin ki, məlumatımız var o şəxs, təzadlı şəxs haqqında. Bir vaxtlar çox böyük populyarlığın zirvəsinə çatmış bu insan hal-hazırda heç də ən yaxşı günlərin yaşamır. Nüsrət Gökçə türk iş adamı, qəssab bir qədər sərt əslində səslənir. Restoran sahibi, ət biznesi ilə məşğul olan bir insan. Bəs necə oldu ki, Nüsrət birdən-birə çökdü? Nüsrətin çöküşünün əsas səbəbi nə oldu? Bu haqda istəyərdim biraz danışım. Ümumiyyətlə, dünyada ət sənayesi, bu da söhbət iri korporasiyalardan gedir, hansı ki, onlar müxtəlif adda məhsullar satırlar. Burgerlər ola bilər, ət ola bilər və müxtəlif adda məhsullar satırlar və bundan müəyyən qədər gəlir əldə edilir. Çox böyük bir industriyadır və yemək bilirik ki, bu dəqiqə hər yerdədir və sosial media əslində yemək videoları ilə doludur. Bu böyük bir insanlar üçün maraq kəsb edən bir sahədir. Deməli, bunun Nüsrətlə əsas hekayəsi başlayır 2017-ci ildə. Həmin vaxtı Nüsrət əslində ətin təqdimatını tamam başqa formada eləyir. Duz səpməyə başlayır ətin üzərinə və bundan sonra bu hərəkət viral olur. Hamı başlayır bunu təkrarlamağa. Futbolçular, müxtəlif müğənnilər Nüsrətin restoranına axın eləyirlər və onlar da bu təqdimatı təkrarlayırlar. İlk əvvəllər çox maraqlı gəlir hamıya. Hamı fikirləşir ki, bu yeni bir yanaşmadır və onun biznesinin uğurlu bir irəli getməsi baş verir. Çünki daha əvvəllər Nüsrətin Argentinada və digər ölkələrdə bu təcrübəsi var idi, bu sırf ət və steyk sahəsində. Və onlar başlayırlar restoranlar şəbəkəsi qurmağa və onun o hərəkəti ya ola bilər ki, süni bir şəkildə, ya da ola bilər ki, həqiqətən də internetdə viral olur. Yəni, hamı bundan haqqında danışmağa başlayır. Futbolçular Mbappé, Lamine Yamal təzəlikən onun restoranına gedirlər və bu şan şöhrətin arxasıca düşürlər bir növ desək. Təbii ki, Nüsrət başda çox uğur qazanır. Türkiyədə, Dubayda, New Yorkda, Londonda restoranlar açılır və getdikcə müştəri bazası çoxalır. Artıq varlı, kasıb fərq eləmədən onun restoranlarına axın eləməyə başlayırlar. Yəqin ki, bu hissəsi barədə sizin də məlumatınız var. Və daha sonra nə baş verir? 2022-ci ildə Nüsrətin belə deyək, yavaş-yavaş aşağı düşməsi prosesi başlayır. O, dünya çempionatında hamının da gördüyü bir mənzərədir. Düşür meydana və futbolçularla başlayır şəkil çəkdirməyə. Həmin vaxt Argentina yığması dünya çempionu olur və Nüsrət də meydana düşür, başlayır futbolçuların şəkil çəkdirməyə. Xüsusən də Messi ilə davranışı insanların xoşuna gəlmir. Çünki onda məcburi şəkildə şəkil çəkdirməyə çalışır və bu davranışdan sonra Nüsrət sosial mediada linçlənməyə başlayır. Bu hərəkətlə bağlı olaraq o Instagramda hətta komment hissəsində bağlayır ki, insanlar onu tənqid eləməsinlər. Bunun əvvəlində də bir balaca təzadlı şəxsiyyət olur. Çünki sosial mediada istər-istəməz bir balaca insanları bəlkə də qıcıqlandıran paylaşımlar etməsi, daha çox varlı təbəqəyə xitab eləyən hərəkətlər göstərməsi, cappuccino'nu içiş şəkli və yaxud da müəyyən qədər, belə deyək, daha aşağı savadlı yanaşma, ingilis dilində çox pis danışması və bunu inkişaf elətdirməməsi, eyni zamanda ətlə olan hərəkətləri, bunlar hamısı bir sıra insanlarda əslində qıcıq yaradırdı əvvəldən də və bu hərəkəti onu əməlli başlı gözdən salır. Get-gedə satışları aşağı düşməyə başlayır və populyarlığı yavaş-yavaş meydandan çıxır. Çünki sosial mediada sevgidən nifrət əslində bir addımdır.
Ona görə də hər bir insan populyarlığın zirvəsinə çatanda əslində onu orada saxlamaq bəzən çətin ola bilər. Xüsusən də Nüsrətin vəziyyətində sanki elə gəlir ki, ona hansısa bir əl kömək eləyirdi və o bütün hər yerdə tanınırdı, bütün yerlərə sərbəst giriş-çıxış əldə edə bilirdi və birdən-birə bütün bunlar hamısı yoxa çıxır. Səhv etmirəmsə bu il Çempionlar Liqasının final oyunundan sonra, Inter-PSG oyunundan sonra bu dəfə də belə bir videosu yayılır ki, o da istəyir ki, oyun sonrası belə qeyd eləmək üçün bir partiya olur. Ora girişdə rüsətə buraxmırlar və təbii ki, bu insanların gülüşünə səbəb olur. Yenidən sosial mediada ona hücumlar başlayır ki, ora nəyə görə getmisən, yaxşı ki, səni buraxmadılar və s. Hətta türklərin özündən belə neqativ reaksiyalar ala bilir. Və Nüsrət adlı fenomen, halbuki bütün dünyada bu yemək təqdimatlarını həyata keçirdən, türklərin söz olmasını, sunumları fərqliləşdirən insan, bütün demək olar ki, sektora, qida sektoruna bu təsir eləyir. Yəni artıq hər bir kiçik müəssisə, hər bir restoran öz konseptini, öz belə deyək, səpmə şəklini formalaşdırır. Və bütün bunların fövqündə Nüsrətin çöküşü başlayır. Əsas tənqid atəşindən də biri olur ki, Nüsrət restoranlarında verdiyi xidmətin müqabilində qiymətlər arasında böyük fərq var. Çox həddindən artıq bahadır və insanlar narazılıq edirlər. Xüsusən də onun restoranının London filialında hətta rəylərdə qeyd edirlər ki, insanlar çox baha qiymətə yedikləri steak əslində bunu dəymir və yaxud da servis çox pis idi, qiymətlər həddindən artıq yüksəkdir. Daha sonra bir xəbərdə çıxır ki, Nüsrət sanki öz işçilərinin tipslərindən və yaxud da bizim dildə desək, belə gündəlik dildə desək, çay boylarından oğurlamağa başlayır. Bu da onun reputasiyasına daha bir zərbə olur. Və Nüsrət hal-hazırda, əgər Instagramda girib kommentlərə baxsaq, görərik ki, yenə də o şərhlər ona gəlir. Yəni, kuboka əl vurma və yaxud da onun şəxsiyyəti, onun bir adamlarda qıcıq yaratmağı bu yerə gətirib çıxardır. Bəs Nüsrət niyə belə oldu və birdən-birə populyarlaşdı və birdən-birə də populyarlığı və reytinqi azaldı. Əsas səbəblərdən biri o oldu ki, Nüsrət əslində özü populyarlığı bir qədər təsadüfən olmuşdu. Çünki həmin vaxtı yemək industriyasında belə bir yenilikçi yox idi və onun o cür duz hərəkəti ciddi birdən-birə partlayış viral oldu və bütün hamı bunu paylaşmağa başladı. Belə hərəkətlər eləməyi, kameranın qabağında burger hərəkətləri və yaxud da steaki müxtəlif əl hərəkətləri ilə şapalaqlamağı və bütün bu hərəkətlər adamlarda qıcıq formalaşdırırdı yavaş-yavaş. Ən sonda isə təbii ki, dünya çempionatında o Argentina, çünki həmin oyunda bütün insanlar Argentinaya, yəni bir çox insan Argentinaya azarkeşlik edirdilər Fransa yığılması ilə finalda. Nə baş verdi? Nüsrətin bu cür hərəkət eləməyi artıq insanların o belə səbir kasasını daşırtdı və onun üzərinə hücumlar başladı. Böyük səhvlərə yol verdi bu hadisələrin xronologiyasında. Populyarlığını belə deyə qoruyub saxlaya bilmədi. Əslində populyarlıq çox çətin bir şeydir. Yəni hər bir insan bir gün içərisində populyar ola bilər. Amma onu qorumaq, onu saxlamaq olduqca çətindir. Nə qədər də deyilsə ki, bir qədər qıcıq sosial mediada və yaxud da qəribə hərəkətlər sosial mediada müsbət imic formalaşdırır, amma mənfi imicin də, mənfilərin də formalaşdırdığı insanlar olur və təəssüf ki, o deyilənin əksinə olaraq həmin o mənfi insanlar sonradan o populyar insanın fanatına çevrilmirlər həmişə. Yəni, bu həmişə baş vermir. Bəzi hallarda baş verir, bəzi hallarda baş vermir. Nüsrətlə də bu baş verdi. Hal-hazırda mən son oxuduğum məlumatlara görə restoranlarında vəziyyət yaxşıdır, amma bəzi filiallarda təbii ki, bağlandı bütün bunlardan sonra. Və başa düşdük ki, əslində nə başa düşdük? Başa düşdük ki, Nüsrətin bu cür yüksəlişinin fonunda eyni zamanda onun çöküşü də çox tez oldu. Yəni necə yüksəlmişdirsə, o cürünə də, o qrafiklə də aşağı çöktü. Çünki onun qurduğu virallığın və yaxud da populyarlığın arxasında əslində heç bir, belə deyək, əslində heç bir həqiqət dayanmırdı. Yəni yalana bağlı və yaxud da bir şouya bağlı bir şey var idi ortalıqda və günün birində bu
darmadağın oldu. Hal-hazırda Nüsrətin profilinə baxıram Instagram üzərindən. Yəni nə paylaşacağı, nə cür paylaşacağını demək olar ki, dərk eləmir, başa düşmür. Bir neçə kəlmə də onun ingiliscəsi haqqında deyim. Yəni əslində ingilis dilini hamı öyrənə bilər və mənə görə dil bilmək o qədər də savad deyil. Amma o mövqedə olan insan üçün heç olmasa tərcüməçi işlədə bilər yanında. Yəni əgər danışmaq istəmirsə, bu da normaldır. Amma əgər danışmağa qərar veribsə, yəni ingilis dilini heç olmasa bir sadə intermediate səviyyəsində də olsa inkişaf elətdirməlidir ki, bunu da etmir. Və bunu da əslində əvvəllər mən o videosuna baxanda elə bilirdim ki, onu tərzih elədi. Bir dəfə cappuccino deyir və yaxud da digər şeylər deyir. Amma sonra da məlum oldu ki, yəni onun bir neçə müsahibəsinə baxdım və məlum oldu ki, adam ingilis dilində ümumiyyətlə danışa bilmir və çox pis danışır ingilis dilində. Bütün hər şey qarışdırır, ailəmi, qrammatikanı və s. Bu da onun üçün əslində onun imicinə mənfi yazıla biləcək şeylərdəndir. Çünki əgər insan populyarlaşırsa, böyük bir insan qrupunun qarşısına çıxırsa, burada hər hərəkətinə, hər addımına diqqət yetirməlidir. Nüsrətdə bunlar alınmadı və Nüsrətdən başqa da sosial mediada qısa müddətdə fenomen olmuş insanlar var. Onlarda da bu bəzən alınır, bəzən alınmır. Ona görə də düşünürəm ki, sosial mediadakı əslində o parlaqlığa və o şan-şöhrətə aldanmaq lazım deyil. Bu gəldiyi gün kimi həm də gedə də bilər və vəziyyəti əvvəlkindən də pis duruma gətirib çıxardar. Sosial media haqqında hətta başqa bir, mən burada bir videom da var. İstəsəz ona da bir nəzər sala bilərsiniz. Orada da danışıram sosial medianın parıltısı haqqında. Əslində necə görürəm bunu. Belə, bunları bölüşmək istədim sizlərlə. Əslində bunu kanalda yəni mən izləyicilərlə bir dost kimi danışıram və öz fikirlərimi bölüşürəm, öz düşüncələrimi paylaşıram sizlərlə. Ona görə də əgər xoşunuza gəlirsəm, digər videolarımı da izləməyi unutmayın. Sağ olun, növbəti videoda görüşərik.